Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Gözəl proyekti olan geniş 3 otaqlı mənzil axtarsınızsa, bu videonu sona qədər izləməyi sizə məsləhət görürəm. Mənzil yerləşir Nərimanovda, Nərimanov metrosuna 2 dəqiqəlik piyada məsafədə, Nərimanov parkının yanında. Gözəl də yerləşməsi var. Bina da ərazinin premium binalarından biridir. Bir sözlə hər şey əladır bu mənzildə, bu binada. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayırıq həmişə olduğu kimi giriş hissədən. Giriş qapımızı görsünüz. Girişdən daxil olduqda geniş holumuz var. Döşəməsi qranitdir. Üstü döşəmə ilə təchiz olunub. Tavan hissəni göstərim. Dartma tavan, spotları görsünüz. Hər iki tərəfdə əlavə olaraq buralar da yerləşdirilib. Yəni işıqlı mənzildir. Açıq rəngli divar kağızlarından istifadə olunur ümumilikdə mənzildə. Ona görə də belə deyim, gözü yormur. Və girişdən daxil olduqda solda burada divar içi şkafımız yığılıb. Gəlin oranın içərisində göstərim. Dərinlikdə çox yaxşıdır. Demək olar tam axıra kimidir. Əşyaları tam rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissədə paltar asmaq üçün, əyləşmək üçün də yer nəzərə alınıb. Otaqların yerləşməsini siz nəzərə çatdırın. Sağda burada 2 yataq otağımız yerləşir. Bura mənzilin mətbəxi, sanitar qovşaqlar yan-yana, ayrı-ayrı. Burada mənzilin çamaşırxanası, bura isə qonaq otağıdır. Gəlin elə vaxt itirmədən başlayaq. Qonaq otağından mən bir-bir bütün otaqları sizə göstərim. Buradan daxil oluruq mənzilin qonaq otağına. Geniş qonaq otağı var, onu nəzərinizə çatdırım. Təxmini 30-35 kvadrat olar, bəlkə biraz da artıqdır. Yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Deməli, burada nəyimiz var? Mən bir nəzərinizə çatdırım. Mərkəzdə böyük lüstrumuz var. Divarda bu hissədə buralar yerləşdirilib. Lepka işləmələr, dediyim kimi açıq rəngli divar kağızlarından istifadə olunub. Burada kondisionerimiz də yerləşdirilib. Döşəməsi bambuk parketdir. TV, internet çıxış burada nəzərə alınıb. İstifadə olunan elektrik qutuları da hamısı keyfiyyətlidir. Pərdəmiz açılıb. Mənzilin isti sistemi kombidir. Radiatorlar da quraşdırılıb hazırdır. Burada təkli işıqlardan da istifadə olunub. Yəni masanın yeri burada nəzərə alınıb. Ölçüsü böyükdür. Ona görə mebel dəstinizi tam rahatlıqla yerləşdirə bilərsiniz. Keçək, mən sizə göstərim buradan. Deməli, yerləşir mənzilin çamaşırxanası. Yəni, digər mənzillərdə olduğu kimi paltaryan yeri mətbəx mebelinin altında deyil. Burada nəzərə alınıb, ayrıca olaraq paltaryan bura yerləşdirirsiniz. Yuyub, burada ütülüyüb, burada da paltarınızı tam rahat yerləşdirə bilərsiniz. Və təbii ki, bu hissələr də isti döşəmə ilə təchiz olunub. Burada isə yerləşir mənzilin sanitar qovşaqları ayrı-ayrıdır. İçərisi də çox genişdir. Hər ikisinin bütün aksesuarlar da hamısı quraşdırılmış vəziyyətdədir. Burada deməli geniş duş kabinimiz yığılıb. İçərisi də dediyim kimi genişdir. Qızıl rəngli aksesuarlardan istifadə olunub. Unitaz bu hissədə gözəl moydadırımız. Aşağı hissəsi də şkafdır. Və burada da yenə əşya yerləşdirmək üçün yerlər nəzərə alınıb. Burada isə kiçik sanitar qovşaqdır. Gəlin onu da göstərim. Yəni ayrı-ayrıdır, bir yerdə deyil. Maraqlı teksturalı qranitlərdən istifadə olunub. Ümumilikdə rənglər də hamısı bir-birinə uyğunlaşdırılıb. Suşika bu hissədə də yenə moydadırımız. Təbii ki, buralar da hamısı isti döşəmə ilə təchiz olunub. Buradan daxil oluruq mənzilin mətbəxinə. Mətbəxin də ölçüsü kifayət qədər genişdir. Yəni mənzilin ümumi ölçüsü 137 kvadratdır. Yəni ona görə də otaqların hamısı genişdir, işıqlıdır. İlk öncə onu qeyd edim ki, girişdə olan isti döşəmə burada da davam etdirilib. Buranın da döşəməsi qranitdir. Yeni, gözəl mətbəx mebelimiz yığılıb. Görürsünüz, tam axıra kimi yuxarı hissələrdə şkafdır. Soyuducun yeri burada nəzərə alınıb. Qaz pesi aspirator qoyulub hazırdır. Üstü mərmərdir. Və buradan mənzilin eyvanına da çıxış var. Tavan hissəni göstərin. Gözəl böyük lüstrumuz. Kondisionerin yeri burada qoyulub hazırdır. Yenə buralar, bu hissəyə 4-6 nəfərli masanızı tam rahat yerləşdirmək imkanınız var. Keçək, mən sizə göstərim. Bayaq qeyd etdim, girişdən sağda yerləşən mənzilin əsas yataq otağını. Dediyim kimi, otaqların ölçüsü çox genişdir. Bura mənzilin əsas yataq otağıdır. Burada yerləşməni sizin nəzərinizə çatdırın. Taxtın yeri bu hissədə nəzərə alınıb, görürsünüz. Buralarda yerləşdirilib. Mərkəzdə lüstrumuz, gizli işıq spotlar, burada təyli işıqlardan istifadə olunub. Eyni qayda ilə burada da kondisionerin yeri qoyulub hazırdır. Buradan isə mənzilin kiçik eyvanına çıxış var. Bayaq qeyd etdim, otaqlarda döşəmədə parketdən istifadə olunub, bambuk parketdir.
TV internet çıxışı isə burada nəzərə alınıb. Otağın ölçüsü genişdir, ona görə tam rahatlıqla mebel dəstinizi, yataq dəstinizi tam rahat yerləşdirə bilərsiniz. Dediyim kimi taxtın yeri, burada şkafın yeri tam rahat yerləşir. Keçək ikinci yataq otağında göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə dediyim kimi mənzilin ikinci yataq otağıdır. Burada da yerləşməni qısa olaraq nəzərinizə çatdırım. Artıq gördüyünüz taxtın yeridir, yenə işıqlar. Digər yataq otağında olduğu kimi sadəcə biraz fərqlidir. Rüsturumuz gözəl yerləşdirilib. Dediyim kimi istilik sistemi kombidir. Bütün otaqlarda radiatorlar qoyulub, pərdələr asılıb, işıqlarımız. Burada da yenə kondisioner yeri. Bu hissədən də göstərim. TV internet çıxış. Buranı istəsəz uşaq otağı kimi, istəsəz böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Yəni kifayət qədər geniş ölçüsü var. Belə, mən demək olar hər şey sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzərinizə çatdırım. Mənzil yerləşir Nərimanovda. Nərimanov metrosundan maksimum 2 dəqiqəlik məsafədə Nərimanov parkının yanında, saatlı binanın arxasında. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış geniş 3 otaqlı mənzildir. Videonun əvvəlində qeyd etdim. Gözəl proyekti var, skvaznoydur, yəni yel çəkən hər iki tərəfə də baxır. Bu bilirsiniz üstünlükdür ümumiyyətlə 3 otaqlı mənzillərdə. Təzə təmir, təmirdən sonra yaşayış olmayıb. Yerləşir 15 mərtəbəli binanın 8-ci mərtəbəsində və mənzilin start olaraq qiyməti 530.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.